Müəllim, valla bütün gün oxuyuram. Da bundan artıq nə edeyim? Qalmır yadımda. İşdə praktika da edirəm çoxlu iş yoldaşlarımla bütün günü. Bu mesaj yazan tələbəmdir. Video tolk etdiyi və müəyyən oldu ki, dostumuz həqiqətən də hərfi mənada başdan sona oxuyurmuş materialları. İmtahan materialı kimi yəni. Bir dəfə oxuduğu başdan, sonra bir dəfədə, belə bir 30 dəfə kurğulayıb rahat. İşdə iş yoldaşları ilə praktik adlandırdığı da elə günlük iş söhbətləri imiş. Verdiyi materiallarla əlaqəsi yoxdur yəni. Dedim qardaşım, niyə verdiyin materiallarla təlimatlarım uyğun işləmirsən axı? Bəs o boyda hər task üçün xüsusi hazırladığım task təlimatı Nəzi bilə lazımdır onda. Öz bildiyin kimi işləyib vəd etdiyim nəticəni necə gözləyə bilirsən yaxşı? Necə bacarırsan sən? Sənin o tutduğu lüğətin videosunu göndərən xanımdan nə fərqin oldu axı? Sən oxumusan, o da yazıb da. Bəs bu içinə zibil praktikanı kim eləyəcək? Uşaq bağçası da elə bil sən ölməyəsən. İşdə Michaela 2 dəfə salam verib 3 dəfə George-dan hal-əhval tutmaq bəs eləsəydi, bunu eləyənlərin hamısının ingiliscəsi mükəmməl idi bu dəqiqə. Verdiyim materialları tam mənimsəyənə qədər onların təlimatlarda dediyim qaydada məşq eləməlisən. Eləsən, mükəmməl olacaq ingiliscə. Bu nömrənin WhatsApp-dan plus yaz, ətraflı məlumat göndərim sənə.